LMMIC testində belə bir maraqlı sualımız var, həmdi sözlərə aid. Buna baxaq. Hansı cümlədən altına xətt çəkilmiş sözü çıxarsaq, həmdi üzvlər yaranar? Əlinin bizə və sizə görə etdikləri danılmamalıdır. Nə deməli danılmamalıdır? Nə? Əlinin bizə etdikləri bu formada təhlil edəndə, çıxartmadan təhlil edəndə mübtəda olur. Amma əlini biz çıxardanda, buradan əlini çıxartsaq, zənn etdik ki, bunu çıxartdıq. Bu formada təhlil edəndə nə etməli danılmamalıdır? Nə? Bizə və sizə etdikləri. Dık plus mənsubiyyət, fe'l sifət tərkibli və yenə bir yerdə təhlil olunur, bir yerdə mübtəda olur. Yəni burada həmdi söz yaranmadı. Qazanı və qab-qacaqları toya aparanda mənlə qarşılaşdı. Qarşılaşdı kimlə? Mənlə. Nə zaman? Qazanı və qab-qacaqları toya aparanda. Burada zəflikdir. Niyə? Fe'li bağlama, tərkib yaradıbdır və zəflik rolunda çıxış edibdir. Biz buradan toyanı çıxartsaq, toya sözünü çıxartsaq, yenə elə bir ciddi bir dəyişiklik baş verməyəcək və həmdi sözlər yaramayacaq. Niyə? Qazanı və qab-qacaqları aparanda mənlə rastlaşdı, qarşılaşdı. Yenə sualı yerində qalır və həmdisi yaranmır, tərkibin daxilində qalır yenə də sözlər. Bugün sənin sonuncu və ən təhlükəli əməliyyatın baş tutacaq. Nə edəcək? Baş tutacaq. Nə? Sənin əməliyyatın, yəli hal, mənsubiyyət və bir yerdə təhlil olunur. Nə? Mübtəda kimi qarşımıza çıxır. Nə edəcək? Baş tutacaq. Nə baş tutacaq? Sənin sonuncu və təhlükəli əməliyyatın. Bu formada təhlil edəndə olur. Mübtəda söz birləşməsindən ifadə olunur bu mübtədamız. Nə zaman? Bugün. Burada da zəfliyimiz var. Amma sənni buradan çıxarsaq, sənni çıxardırıq buradan. Elə bilək ki, sənni buradan çıxartmışıq. Və bugün sonuncu və təhlükəli əməliyyatın başlayacaq. Başlayacaq nə? Əməliyyatın. Hansı əməliyyatın? Artıq burada təhlil forması dəyişir. Təhlükəli əməliyyatın, sonuncu əməliyyatın. Həmciz təyinlər yaranır. Deməli, elə bizə lazım olan cavab budur. Digər variantlara baxaq. Onun maraqlı və qeyri-adi bacarığını görəndə valeh olurdum. Nə dedim? Valeh olurdum. Nə zaman? Onun maraqlı və qeyri-adi bacarığını görəndə andan da burada tərkib yaradıbdır və zəflik kimi qarşımıza çıxıbdır. Buradan onunu çıxardanda nə baş verir? Maraqlı və qeyri-adi bacarığını görəndə valeh olurdum. Nə dedim? Valeh olurdum. Nə zaman? Maraqlı və qeyri-adi bacarığını görəndə tərkib daxilində heç bir ciddi dəyişiklik baş vermədi. Yəni həmcislik falan yaranmadı. Bu baxımdan D də getdi. Bayram qabağı və bayramdan sonra bizim tərəflər yaşıllıq olur. Nə edir? Yaşıllıq olur. Hara? Bizim tərəflər. Nə zaman? Bayram qabağı. Nə zaman? Bayram qabağı. Nə zaman? Bayramdan sonra. Burada həmcis zəflərimiz var. Bizə deyir ki, hansı cümlədə altına xətt çəkmiş sözü çıxaracaq, həmdi üzvlər yaranar. Biz bunu çıxardanda da bizim tərəflərin altına xətt çəkir. Bunu çıxardanda da həmdi üzvlərimiz olur, çıxartmayanda da olur. Yəni burada elə bir ciddi dəyişiklik baş vermir. Yəni həmcislik baxımından. Yəni bayram nə edir? Yaşıllıq olur. Nə zaman? Bayram qabağı, nə zaman? Bayramdan sonra. Bu baxımdan bunu da çıxardırıq. Yəni niyə? Çünki onsuz da burada həmcislik var. Bu baxımdan cavabımız oldu C variantı.